Radyo Vekil. Hər vaxtınız xeyirli olsun, Radyo Vəkil proqramını dinləyirsiniz. Sizinlə proqramda aparıcınız mən Xəyal Orucuoğlu və düz bir saat ərzində həm söhbət olacaq və danışacağımız çox maraqlı mövzumuz və müzakirə edəcəyimiz bugündən məsələlərimiz var. Və bildiyiniz kimi mən studiyada heç vaxt tək olmuram. Burada vəkil qonaqlarımız olur. Hansılar ki, bizim suallarımızı cavablandırırlar. Maariflənməyimiz istiqamətində sağ olsunlar, bizə dəstək olurlar. Və bugün də qonağımız var. Onu sizə təqdim edəcəm, amma keçid almamışdan qabaq, təqdimata keçməmişdən öncə qeyd edim ki, bizi hal-hazırda 90.7 tezliyində, yəni Yurd FM radiosunda 90.7 tezliyində, dalğasında dinləmə imkanınız var. Bütün ölkə üzrə, ölkə yayımı üzrə yayımlanmaqdayıq. Bizi hal-hazırda həm də sosial media hesablarında Yurd FM-in və həm də Vaxt Medianın YouTube və TikTok səhifələrindən də izləyə bilərsiniz, görə bilərsiniz. Oradan da suallarınızı bizə ünvanlaya bilərsiniz. Nömrələrimiz də açıqdır. Radioda dinləyənlər üçün də, elə sosial şəbəkədə izləyənlər üçün də 099 6 907 907 bu bizim WhatsApp nömrəmizdir. Bu nömrələrdə suallarınızı yazıb göndərirsiniz. Biz də burada oxuyub cavablandırırıq. Çünki səsli mesajlar və yaxud da ki, zənglə olan müəyyən sualları səsləndirmə imkanımız olmayacaq. Sadəcə olaraq yazırsınız sualınızı, sizi maraqlandıran məsələni soruşursunuz. Biz də burada cavablandırırıq. Bugünkü vəkil qonağımız Leyla Velişovadır. Xoş gəlib, səfa gətirib. Xoş gördük. Mən də salamlayıram bütün dinləyicilərim. Teşekkür edirik. Çok sağ olun Leyla xanım. Düz bir saat ərzində dinləyicilərimizdən gələn sualları cavablandıracağıq. Amma bugün nədən danışacağıq? Bu məsələ də çox önəmlidir. Bugün xüsusən də o kəslər ki, belə deyək, müəyyən bir formada bankla müqaviləsi var, ipoteka ilə bağlansa bir problem yaşayır və yaxud da ki, kreditlə bağlansa bir sual ünvanlamaq istəyir və s. Bu qəbildən olan suallarını göndərə bilərlər. Düzdür, nikah məsələsi, ailə münasibətləri, mülki məsələlərlə bağlı suallarda cavablandıra bilər. Amma daha çox təbii ki, sığorta, bank, kredit və s. bu qəbildən olan sualları, borc öhdəliyi kimi məsələləri danışacağıq, müzakirə edəcəyik. Leyla xanım bu sahədə bu məsələlərlə bağlı bizə dəstək olacaq, bizi suallarımızı cavablandıracaq. Siz də suallarınızı az əvvəl qeyd etdiyim 099 6 907 907 WhatsApp nömrəsinə göndərin, biz də burada cavablandıraq. Leyla xanım, ümumiyyətlə əksər adamlar müəyyən bir bankdan kredit götürəndə təbii ki, hamımızın qarşısına bir müqavilə qoyurlar və o müqavilənin müəyyən şərtləri olur. Bəzən baxırıq ki, bizə bura radio dalğamıza da, verilişimizə də müəyyən suallar gəlir ki, məsələn, tutaq ki, müqavilədə filan məsələ var idimi, yoxsa yox idimi bilmirəm, amma deyək ki, məsələn, bank mənə faizi bu qədər hesablayıb və s. və ilaxır bu qəbildən olan suallar ünvanlayırlar. Ümumiyyətlə, biz hansısa bir formada bir borçla bağlı və ya bir ipoteka ilə bağlı və yaxud da ki, nə bilim, hansısa bir banka müraciət edərkən o müqavilədə və ya kredit götürərkən konkret olaraq nələrə, hansı məqamlara diqqət eləməliyik? Buyurun. Bəli, ilk öncə bildirmək istəyirəm ki, bankların məhsulları, hesab, kredit, ipoteka və qarantiya, əmanət, bütün məhsulların hamısı çərçivə adlandırılan müqavilə içərisində kompleks bank xidmətləri müqaviləsi deyirik biz buna. Bunlar bankların rəsmi internet səhifələrində yerləşdirilir və bu müqavilələr hansı ki, bütün münasibətləri ən ümumi səviyyədə tənzimləyir. Burada bütün hesablama qaydası, bayaq xüsusilə vurğuladınız ki, məsəl üçün faizlərin hesablama qaydası, burada hamısı öz əksini tapır. Amma xüsusi şərtlər hər bir müştəri ilə, məsəl üçün ayrı-ayrılıqda bağlanan xüsusi şərtlər isə müştəri ilə bağlanan əlavə razılaşmalarla bugün bu formada tənzimlənir praktikada. Bu da daha uzun və qalın müqavilələrin imzalanmasının qarşısını almaq məqsədi daşıyır və həmin müştəri ilə bağlanmış razılaşmalarda da müvafiq linklər qoyulur ki, tutaq ki, bankın filan saytında yerləşdirilmiş filan müqavilədən keçid edib bankın ümumi oferta təklifinə ilə tanış ola bilər. Müştərilər də əgər həmin o təkliflərlə oxumalıdırlar. Mən müştərilər ilk öncə bankın tarifləri ilə, komissiya şərtləri ilə tanış olmalıdırlar. Çünki məsələn bugün bir vətəndaş hansısa bir bank məhsulundan istifadə edir, amma onun tarif və komissiya şərtlərindən məhsulu aldıqdan sonra təəssüf ki, tanış olur. Və heç bəlkə də tanış olmuruq. Adətən biz müqaviləni oxumuruq. Olmur, sonradan kassaya yaxınlaşanda tanış olur və bu da sonra nəticədə müştəri narahatçılığına səbəb olur. Bu baxımdan
ilk öncə vətəndaş tanış olmalıdır tariflər və komissiya şərtləri ilə, məhsulun öz şərtləri ilə. Kredit müqaviləsi də borc öhdəliklərindən biri təşkil edir. Bunu yalnız banklar deyil, bank olmayan kredit təşkilatları da, digər Lombard kreditləri dediyimiz məsəl üçün, digər təşkilatlar da bu kredit məhsulunu verə bilirlər müştərilərə. Və sadəcə olaraq burada ilkin olaraq nəzərə alınmalı nüans ondan ibarətdir ki, mütləq Mərkəzi Bank tərəfindən səlahiyyətli lisenziyaya malik olan kredit təşkilatından kredit müqaviləsi bağlanmalıdır. Yəni hər bir şirkət, hər bir hüquqi şəxs də bu kredit vermək səlahiyyətinə malik deyil. Bunlar Mərkəzi Bankda rəsmi lisenziya alınır və qeydiyyatdan keçməlidirlər. Vətəndaşlar yəni ilkin öncə bunlara da nəzarət etsinlər. Və onun əlavə ümumiyyətlə kredit müqaviləsi özü-özlüyündə desək nədir, nədən ibarətdir? Burada bir borc verən olur və bir borc alan tərəf olur. Müəyyən məbləğlər qarşılığında borc verən tərəfindən borc alanın mülkiyyətinə verilir. Amma onun geri qaytarılması şərtləri, müəyyən faizlər və müəyyən müddətə, müəyyən şərtlərlə həmin məbləğlər verilir. Bir nüans soruşum, çox üzr istəyirəm Leyla xanım. Ümumiyyətlə bu müqavilələrin şərtləri deyək. Bu konkret bir standartdırmı, yoxsa məsələn banklara görə dəyişə bilərmi? Hər bir bank öz standart şərtlərini müəyyən eləyir. Əvvəlcədən də dediyim kimi saytda yerləşdirilən o kompleks şərtlər, çərçivə müqavilələr dediyimiz, bunlar banklar tərəfindən əvvəlcədən müəyyən olunmuş şərtlərdir. Və o şərtlər hər dəfə qanunvericilik dəyişdikdə bilirik ki, həm Mərkəzi Bank tərəfindən müəyyən normativ xarakterli aktlar qəbul olunmaqla kredit və hesabla, əmanətlə bağlı, həyat sığortası ilə bağlı bəzi məqamlarda qaydalar dəyişdikdə banklar da müvafiq öz kompleks standart şərtlər toplusuna, belə deyək, müvafiq dəyişiklikləri edirlər. Və həmçinin də təbii ki, qanunvericilikdə də müəyyən mülki məcəllədə də məsəl üçün son dəyişiklik məsələn 742-ci, 745-ci maddələrdəki borc fəsli tamamilə dəyişdi və banklar da əlbəttə ki, öz standart şərtlər toplusunu buna müvafiq olaraq dəyişdilər. Məsəl üçün kredit müqaviləsində isə insanların ən əsas belə deyək də iddia müddəti ilə bağlı olan bir məsələdə vurğulamaq istəyirəm ki, məsələn, əvvəllər o 3 ilə yaxın idi, 3 il müqavilə müddəti bitdikdən 3 il sonra deməli iddia müddəti təmin olunurdusa, indi hazırda məsələn o müddət 1 ilə endirilibdir. Yəni banklar tərəfindən artıq müqavilə müddəti bitdikdən, yəni tam öhdəliyi ilə bağlı son icra tarixindən etibarən 1 il müddətinə banklar tərəfindən deməli məhkəməyə verilmə yolu ilə kredit tələb oluna bilər. Yəni vətəndaşlar bunu nəzərdə saxlasınlar ki, gələcəkdə banklara qarşı bəli, iddia müddəti ilə bağlı hər hansı bir ərizə verəcəklər məhkəmədə və artıq bank ondan tələb etmə hüququ olmayacaqdır. Bir nüansda soruşum, dinləyicilərimizdən gələn suallar var. Bu arada sizin də suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907 WhatsApp nömrəsinə əlavə olaraq qeyd edim ki, biz pensiya və müavinətlə bağlı dünən danışdıq. Bu məsələyə bugün toxunmayacağıq, çünki spesifik bir sahədir və spesifik bununla bağlı vəkillər dəvət edirik. Onlar bu sualları cavablandırırlar, amma sırf bank, kredit öhdəliyi, ipoteka bu sahə ilə bağlı suallarınız varsa problem deyil. Nikahla bağlı, eyni zamanda ailə münasibətləri, mülki məsələlərlə bağlı suallarınızı da soruşa bilərsiniz. Leyla xanım o sualları da cavablandırmaq imkanındadır. Bir nüans mənim üçün maraqlıdır, çünki bununla bağlı suallar da dinləyəcəyimiz tərəfindən çox tez-tez ünvanlanır. Deyək ki, bəzən şəxsin bankda gecikməsi var, amma öhdəliyini tam yerinə yetirib. Sadəcə olaraq ad deyək ki, o qara siyahıya düşüb gecikməyə görə. Adam deyir ki, mən bütün öhdəliyimi yerinə yetirmişəm. Deyək ki, X bir bankda bu öhdəliyi yerinə yetirdikdən sonra Y bir banka müraciət edirəm. Mənə deyir ki, sizin gecikməniz var, adınız qara siyahıdadır misal üçün. Mən bunu necə çıxarda bilərəm? Yəni adımı o siyahıdan ki, o belə desək mənfi, belə desək o kateqoriyada olan siyahıda olmasın, mənim öhdəliyim də, problemim də sonra yaranmasın. O bank mənə məsələn kredit vermir misal üçün. Bunu necə tənzimləyir bank? Bəli, belə ki, Azərbaycan kredit bürosu və mərkəzləşmiş kredit reyestrində Mərkəzi Bank tərəfindən bütün banklar hər gün gündəlik ora müvafiq məlumatları ötürürlər və şəxsin gecikməsi də olanda təbii ki, bu da gecikmə şəklində məlumatlar ora yenilənir hər gün. Və bunu nəzərə almaq lazımdır ki, bütün banklar həmin deməli vahid sistem var və ora giriş imkanı var və onları yoxlayır. Əgər bir bankda şəxsin gecikməsi varsa, bu demək deyil ki, digər bank onu görməyəcək, digər bankda onu görür. Və gecikmə varsa da vətəndaş birinci olaraq həmin bankla müvafiq gecikməni deməli aradan qaldırmaq üçün
mütləq müqavilə də nəzərə alınmaqla bankla müvafiq razılaşma eləyə bilər. Hər hansı bir məsələn güzəştlər oluna bilər vətəndaşa, tutaq ki, ödənişlərlə bağlı. Konkret soruşuram. Məsəl üçün adamın adı qara siyahıdan çıxa bilərmi? Əlbəttə ki, şəxsin bunu bank mı edir, yoxsa bu texniki mi bir şeydir? Yəni bunu kim etməlidir əslində? Necə olur? Yəni prosedur necə olur? Məsələn, adamlar çox vaxtı vəkillər məsələnin hüquqi tərəflərini bilsə də texniki tərəflərini bilmədiklərinə görə deyirlər ki, ola bilər ki, bunu bank özü texniki olaraq edə bilər, siyahadan çıxarda bilər. Ondan sonra da siz artıq belə desək təmiz formada görünə bilərsiniz. Təmizlik arayışı verilir bununla bağlı. Yəni çıxarılmasına dair də təmizlik arayışı verilir banklardan vətəndaşlara və vətəndaşlar bəli, həm ödənişləri edilməsi yolu ilə və bankla müvafiq razılaşma şəklində əlbəttə ki, yəni ödəniş tam icra olunduqdan sonra əlbəttə ki, bank müştəri gecikmə siyahısından çıxarılacaq. Bəli, mütləqdir ki, bankın ya qaynar xətlər vasitəsilə əlaqə saxlaması tövsiyə olunur və yaxud da bankın müvafiq filialına, hansı filialdan elə almışdırsa yaxşı olar ki, həmin filiala yaxınlaşmaqla qarşısını ala bilər. Bir də gecikmə ilə bağlı bir nüans var. Vətəndaşlar, mən özüm xüsusilə bunu vurğulamaq istəyirəm ki, vətəndaşların girovu olur. Məsələn, Qızıl Bankda girovu ilə pul vəsaitlərinin girovu vasitəsindən vətəndaşlara kredit verilir və kreditlər gecikdirilərkən həmin banklar tərəfindən Qızıl və girov digər müştərilərin daşınar əmlaklarına tutma yönəldilir. Bu zaman vətəndaşlar təbii ki, çox halda razılaşmırlar və müəyyən narazıçılıqlara səbəb olur. İlk öncə bilməli lazımdır ki, 90 gün, əgər gecikmə mütləqdir ki, 90 gündən artıq olduğu müddətdə vətəndaşın əmlakına tutma yönəldilə bilər. Yəni bunu vətəndaşlar nəzərlərində saxlasınlar. Ola bilər ki, vətəndaşlar məsələn 30 gün, 60 gün gecikir və ya 1 gün, 2 gün gecikərsə, müəyyən məsələn banklar tərəfindən zənglər daxil olur vətəndaşa və müxtəlif yollarla vətəndaşların maksimum əlaqə saxlanılır ki, borcun gecikməsini aradan qaldırılsın. Amma təbii ki, bank aktivsiz qaydada tutmaq hüququ da var bankın. Amma o 90 gün məsələsini vətəndaşların diqqətində olması məsləhətdir ki, bankın yəni mütləq 90 gün keçdikdən sonra bank vətəndaşa məhkəməyə verə bilər, əmlaka yönəldilə, tutma yönəldilə bilər və s. 09969 907 907 bizim WhatsApp nömrəmizdə dinləyicilərimizdən gələn suallar var. Onları səsləndirəcəm. Hətta bizə TikTokdan yazan izləyicilərimizin suallarını reklam fasiləsində də çalışacağam ki, səsləndirək və cavabını birlikdə alaq. Bugün bank, kredit, ipoteka öhdəliyi və s. bu kimi məsələlərdən danışırıq. Eyni zamanda mülki məsələlərlə bağlı və yaxud da ki, nikah məsələləri ilə bağlı suallarınızı da yaza bilərsiniz. Qısaca bir reklam fasiləsi olacaq radio dinləyicilərimiz üçün. Daha sonra qayıdacaq gələcək. Leyla Vəlişova bugün bizim vəkil qonağımızdır. Sizin və bizim suallarımızı cavablandırır. Hələ isə qısa bir fasilə. Reklamlar yekun açdıq, qayıtdıq gəldik. Leyla Vəlişova bugün bizim vəkil qonağımızdır. Sizi və bizi maraqlandıran sualları cavablandırır. Kredit, ipoteka öhdəliyi və bu qəbildən olan suallarınızı bizə ünvanlaya bilərsiniz. Eyni zamanda ailə münasibətləri ilə bağlı, nikah, mülk məsələsi və s. qəbildən olan sualları da cavablandırmaq imkanınız var. Bir maraqlı sual ünvanlayıb dinləyicimiz. Dinləyicimiz soruşur ki, deməli diş düzəltdirirdim faizsiz hissə ödəməklə. Diş keyfiyyətsiz çıxdı və belə olan halda pulu ödəyə bilmədim, daha doğrusu ödəmədim. Həkim də mənə zəng etdi, daha doğrusu mənə zəng olundu, dedi ki, kreditimi sən ödə, bu halına bir növ ödəşmiş olaq. İndi mən onun kreditini ödəməyə borçluyammı, bu məndə bir öhdəlik yaradır mı? Yəni şəxsin kredit borcu var, həkimin şəxsi belə bir vəziyyətə salıb. Buyurun. İlk öncə vətəndaşlar hər hansı bir səhiyyə xidmətindən istifadə edərkən tövsiyə olunur ki, müvafiq razılaşma, əgər yəni kağız üzərində müqavilə bağlanılır hər hansı bir xəstəxanalar vasitəsilə. Lakin indi praktikada təbii ki, bu mümkün deyil. Biz məlum məsələdir ki, şifahi razılaşma ilə, bu da bir əqdin bir növüdür. Şifahi razılaşma da vətəndaşlar razılıq yolu ilə hər hansı bir xidmətdən istifadə edirlər və xidmətin nəticəsindən razı qalmadı və yaxud da hər hansı bir lazımınca icra olunmadı və keyfiyyətində vətəndaşın narazılığı varsa da bu müvafiq tibb xidməti göstərən qurumla həll olunur və yaxud da müvafiq həkim arasında həll olunur, şifahi qaydada həll olunur. Lakin həkimlə onun arasında olan bu razılaşmanı da yəni tutaq ki, işin nəticəsinə həkimlər də məsələn tutaq ki, qarantiya verə bilər və yaxud da işin nəticəsinə dair hər hansı bir zəmanət verə bilərlər və yaxud da indi məsəl üçün keyfiyyətli olmadığı halda məsələn yenidən həkimə müraciət edə bilər ki, yenidən düzəldilməsi ilə bağlı və o ki qaldı hakimin
sənəd yoxdursa, Aydın məsələdir ki, heç bir sənəd yoxdur. Məsuliyyət də Çünki biz də yoxdur, bugün bu xidmətlərdən istifadə edirik. Təbii ki, bunlar şifahi razılaşma əsasında keçir. Bəli. Amma nəticə yoxdursa da həkim tərəfindən təbii ki, vurulmuş, yəni vətəndaş bu son nəticədə zərərə uğramışdır. Təbii ki, müəyyən bir xidmət qarşılığında, pul qarşılığında xidmət almalıdır, amma o da keyfiyyətli xidmət olmalıdır. Təbii. Bundan da yanaşı qaldı həkimin kreditini ödəmə. Ümumiyyətlə kredit ümumilikdə vətəndaşlara bildirək ki, krediti kimin tərəfindən ödənilməsinin bank üçün, yəni borc verən üçün bir mahiyyəti yoxdur. Məsələn, bəzən vətəndaşlar etibarnamə ilə gəlib kredit ödəmək istəyirlər başqasının adından. Burada heç etibarnaməyə də əsas yoxdur. Yəni istənilən şəxs tərəfindən hər hansı bir milli ön vasitəsilə, digər terminallar vasitəsilə banka birbaşa yaxınlaşmaqla da istənilən şəxs tərəfindən istənilən şəxsin krediti ödənilə bilər. Burada şəxsin eyniləşdirilməsi aparılmır. O ki qaldı, yəni bu məsələyə ki, kreditini diş düzəlmə məsələsinə görə onu həkimlə razılaşdırmalıdır. Amma bank yalnız vətəndaşın hesabından pul məxaric olunarkən həmin şəxsləri yoxlayır və eyniləşdirir. Pul mədaxilində isə istənilən şəxslər pulu mədaxil edə bilərlər. Əsas pul gəlsin. Əsas pul gəlsin banka. Bəli. Əsas bu prinsipdir. Və dinləyicilərimizdən gələn sual var. Bir dinləyicimiz yazıb gedir. Deməli, Şərifzadə küçəsində belə bir kuriyoz hadisə ilə rastlaşıb. Sadəcə həm sual formasında yazıb, həm də bir növ etiraz formasında bildirib. Əslində haqsız da deyil. Deyir, Şərifzadə küçəsində marketlərin birinin qarşısında deyir, aynə əməkdaşlı avtomobildən düşən kimi dayanma durma yazdı mənə ki, parklanmanı açmamısan. Yəni adama imkan verməyib ki, bir avtomobildən düşsün. Yəni belə başa düşüm ki, aynə əməkdaşları elə eləyirlər ki, ancaq avtomobilin içində gəlib parklanmanı vurasan. Hər halda bu cür olması təbii ki, arzu olunmazdı. Ona görə ki, düşünürəm ki, doğru olmazdı. Hər halda siz də bir hüquqşünas kimi necə düşünürsünüz? Əlbəttə, adam bir düşsün də, yəni. Yol nəqliyyat əslində barəsində olan suallara da düzdür. Biz məhdud sahə, mövzumuz məhdud sahədədir. Amma yəni bu yol nəqliyyat hadisələri ilə bağlı təbii ki, səlahiyyətli qurumlar tərəfindən cərimələr və digər məsələlərlə bağlı. Bu mən hesab edirəm ki, bu xüsusilə geniş bir mövzudur və ayrılıqda müzakirə olmalıdır. Amma istənilən halda bir bu yol nəqliyyat hadisəsi deməyək, məsələn, tutaq ki, parklanma falan deyək. İstənilən halda əlbəttə ki, avtomobil park edilirsə bir yerdə, onun parklanması vurulur. Bəzən hətta adam olur ki, avtomobildən düşmür, avtomobilin içərisində olur. O şəxslər, o cavabdeh olan şəxslər hansı ki, parklanma ilə bağlı, onlar heç görürsünüz ki, toxunmurlar için, heç də yazmırlar, görürlər ki, şəxs avtomobilin içərisindədir. Amma düşdüsə təbii ki, vuracaq. Amma dərhal, əgər dediyiniz kimidirsə, dərhal düşən kimi ki, bu dəqiqə vurmadın, ona görə sənə yazıram. Bu dediyiniz kimidirsə, bu arzu olunmazdı. Və doğru da deyil düşünürəm, amma dediyiniz kimi deyilsə, avtomobildən düşmüsünüzsə, getmişsizsə və yaxud da ki, aralanmışsınızsa, o şəxs də gəlib görüb ki, siz avtomobilinizi park etməmişsiniz, bu halda edibsə, onun da təbii ki, səlahiyyətləri çərçivəsində sayıla bilər. İş yerindən deyir, mənə sənədli torpaq verilib. Başqası torpağı götürüb mənə vermir. Yəni qaytarmış şəxsin adına verilən sənədli torpağı. Nə edə bilərəm? Sənədin burada nə olması maraqlıdır. Çıxarış varsa, çıxarış şəxsin adınadırsa, iş yerindən verilibsə də, indi burada verilmə faktını təsdiq edən tutaq ki, yəqin ki, hansısa bir əqd olub, hər hansı bir sənədlər varsa və fiziki olaraq mən belə başa düşdüm ki, şəxsin əlindən, yəni sənəd üzərində verilib, amma faktiki olaraq fiziki şəxs torpağa o deyir, çatımlılığı yoxdursa da, əgər bütün sənədlər şəxsin adınadırsa, deməli, boşaltma iddiası ilə iddia qaldırıb məhkəmə müraciət edilmək olar və şəxsin hüquqları bərpa oluna bilər. Məhkəmə qaydasında bunu edə bilər. Herhalde bununla bağlı müvafiq orqanlara müraciət edə bilərsiniz. İlk öncə vəkilə müraciət etməni tövsiyə edirəm. Çünki ən düzgün yolu bütün belə deyək də gələcəkdə atılacaq addımlar əvvəlcədən dəqiq planlaşdırılmalıdır. Torpağın sənədi var, amma bir otaqlı ev tikmək istəyirəm. Məhsulu yığanda qalmaq üçün necə icazə ala bilərəm? Torpağın sənədi var deyəndə söhbət hansı necə bir sənəddən gedir? Bu da önəmli məsələdir. Torpağın təyinat məsələsi önəmlidir. Torpağın sənədi var. Belə başa düşdüm ki, torpağın kupçası olur. Kupça, yəni dövlət reyestrindən çıxarış dediyimiz sənədi ilə arasında buna kupça deyirik və o sənəd varsa əgər və üzərində hər hansı bir tikiləcəksə, bununla bağlı müvafiq icra hakimiyyəti orqanına və sxem cizgi plan daşınmaz əmlakın dövlət reyestrinə yaxınlaşmalıdır ki, və ona dair də yeni bir sənəd alınsın. Üzərindəki tikilinin ölçüsüdən asılı olmayaraq, bir otaqlı, iki otaqlı və yaxud da 2 otaqlı kvadrat metrdən asılı olmayaraq cizgi plan tərtib olunmalıdır tikilməmişdən öncə.
0996 907 907 bizim WhatsApp nömrəmizdir. Sosial şəbəkələrdə bizi hal-hazırda izləmək də mümkündür. Oradan izləyən izləyicilərimiz də suallarını yazıblar və çox maraqlı bir məsələ var. Əslində bir ailə daxilində heç də arzu olunmaz bir haldır və sual kimi dinləyicimiz ünvanlayıb. İstəyirəm onu səsləndirək və məhkəmədə bu nə dərəcədə əsas verə bilər deyəsində soruşur. Dinləyicimiz yazıb ki, ana uşaqlarını götürüb ərinin bacısının əri ilə qoşulub gedib. Yəni öz baldızın əri ilə qoşulub qaçıb, belə deyək. İndi deyir, soruşur ki, ata uşaqları ala bilərmi? Yəni bu əsasla məhkəməyə versə, yəni uşaqları ala bilərmi? Uşaqların birini 4, digərini isə 8 yaşı var. Əlbəttə. Əlbəttə uşaqlar az yaşlı uşaqlardır və düzdür. Az yaşlı olanda aydın məsələdir ki, yəni uşağın yanında saxlanılması məsələsi, amma valideyn olaraq ata belə deyək də öz atalıq hüquqlarına istifadə eləyərək uşaqla ünsiyyət hüququnun bərpası üçün məhkəməyə müraciət edə bilər. Yəni həmin şəxsə də tövsiyə edirəm ki, mütləq hər hansı bir vəkilə müraciət eləsin və deməli uşaqla birinci ünsiyyət hüququ təmin olunsun, uşaqla görüş hüququ təmin olunmalıdır və uşaqlar da onun yanında qalarsa, hətta uşaqlar alınıb ataya verilə bilər ki, uşaq atanın himayəsinə verilə bilər və anaya aliment kəsilir elə olan halda. Bir məqam da var, onu da qeyd edeyim. Deyir ki, deməli belə başa düşdüm ki, birinci instansiya məhkəməsi ananın xeyrinə qərar çıxardır. Apellyasiya məhkəməsindən deyir, almaq olarmı deyə soruşur. Davamında yəqin ki, artıq iş apellyasiya məhkəməsinə gedib çıxıb, onu bir də soruşur. Əlbəttə, yəni bir mülki məhkəmələr, mübahisələr üzrə işlərdə apellyasiya instansiyası növbəti instansiya kimi çıxış eləyir və heç bir məhdudiyyət yoxdur. Məhkəmə qətnaməsinin alındığı, tərəfə təqdim olunduğu gündən heç iddia müddətini ötürmədən tərəf deməli digər müddəti ötürmədən, burada vacib şərt odur. Çalışsınlar ki, müddət, yəni mülki qaydada deməli apellyasiya şikayəti üçün verilən müddətlər var ki, yəni 3 ay, 1 aylıq müddətləri ötürmədən məhkəməyə müraciət etməlidir ki, hüquqları bərpa oluna bilsin. Aydındır. 0996 907 907 bizim WhatsApp nömrəmizdə suallarınızı yaza bilərsiniz. Biz hal-hazırda deməli radio dalğada, yəni 90.7 tezliyində Yurd FM-də dinləmək mümkündür. Bütün ölkə üzrə yayımlanırıq. Eyni zamanda bizi sosial media hesabından da izləmək olur. Hal-hazırda Vaxt Medianın və Yurd FM-in sosial media hesablarından canlı yayımdayıq. Oradan da suallarınızı göndərə bilərsiniz. İpoteka, kredit öhdəliyi və bu qəbildən olan suallarınızı yaza bilərsiniz. Borc öhdəliyi və s. Və eyni zamanda ailə münasibətləri və mülki məsələlərlə bağlı sual da ünvanlaya bilərsiniz. Deyir ki, qeydiyyatım başqasının evindədir. Öz evimin kupçası yoxdur. Torpağımın və evimin sadəcə bələdiyyə sənədi var. Bu halda öz evimə daimi qeydiyyata düşə bilərəm. Yəni bələdiyyə sənədi ilə olan evə və ya torpağa qeydiyyata düşmək olarmı? Şəxs ilk öncə yaxınlaşmalıdır ki, polis şöbəsində qeydiyyat idarəsinə yaxınlaşsın və həmin əmlak üzərində, yəni sənədsiz olan yerlərdə də şəxsin qeydiyyatı ilə bağlı qeydiyyat orqanına yaxınlaşsın və ona bildirsin, yəni məsələni ki, həmin əmlaka qeydiyyata düşsün. Bələdiyyə sənədi ümumiyyətlə çıxarış olmadığına görə orada müəyyən bir formada qeydiyyata düşmək məsələsi realdırmı sizcə? Baxın, bu əslində qeydiyyatla bağlı olan məsələ düzdür. Bugünün mövzusu olmasa da, yəni qısa onu deyim ki, biraz problemli məsələdir. Problemli məsələdir. Əmlaka çıxarış alınması tövsiyə olunur, amma bugün yəni kifayət qədər sayda bələdiyyə sənədləri və digər yəni sənədlər var, hansı ki, müxtəlif orderlər əsasında, yəni hər hansı bir torpağa və daşınmaz əmlaka dair hüquq təsdiq edici sənədlər vardır. Lakin bu sənədlər əsasında birbaşa yəni qeydiyyata düşmək və qeydiyyatdan çıxmaq təəssüf ki, demək olar ki, qeyri-mümkündür. Bu baxımdan vətəndaşlar və gələcəkdə də əmlakın satışını nəzərə alaraq vətəndaşlara tövsiyə olunur ki, əmlaklarına çıxarış alınsın və öz hüquqlarının bir növ mülkiyyətə dair sənədi, yeganə təsdiq edici sənəd çıxarış sənədidir. Yəni tutaq ki, illər əvvəl, deyək ki, 20 il, 30 il bundan qabaq hansısa bir nəyinsə balansında olan evdə və yaxud ki, hansısa bir qurumun tabeliyində olan mülkiyyətdə şəxslərin qeydiyyatı olması bugün də o formada biz nəyəsə qeydiyyata düşə biləcəyi anlamına gəlmir. Çünki bugün konkret olaraq nəyəsə hansısa bir mülkiyyətə qeydiyyata düşməyimiz üçün gərək onun rəsmi şəkildə çıxarışı olsun ki, biz həmin yerə rahat bir formada qeydiyyata düşək. Əks halda müəyyən bir problemlərlə üzləşə bilərik. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Dinləyicimiz soruşur ki, deməli uşaq ata deyib bağlayır, ata nömrəni bloka salıb, 5 yaşı var qızımın, belə olan halda nə edə bilər ataya? Belə desə biz Allahdan insaf diləyirik.
uşaq atada yaşayır. Belə başa düşdüm ki, uşaq ata deyib bağlayır, ata da nömrəni bloka atıb və uşaqla da görüşə bilmir, ünsiyyət saxlaya bilmir. Belə başa düşdüm ki, yenə eyni qaydada həmin valideyn uşaqla görüşmək istəyən və uşaqla ünsiyyət qurmaq istəyən valideyn, yəni uşağın istəyib istəməməsindən asılı olmayaraq ilk öncə valideyn onu bərpa edə bilər. Yəni uşaqla ünsiyyət hüququnu bərpa edə bilər və məhkəmələr də bu sahədə yəni müvafiq kifayət qədər qərarlar qəbul edirlər ki, yəni icralar da sonradan bunu icrasını həyata keçirirlər. Yəni valideyn övladla mütləq görüşmə hüququna malikdir. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bugün ipoteka, borc, öhdəlik və bank və bu kimi sualları cavablandırırıq. Suallarınız varsa yaza bilərsiniz. Nömrələrimiz də açıqdır. Bizim sosial media hesablarımızda. Hazırda Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrində bizi canlı izləyən izləyicilərimiz var. Onlara da qeyd edim ki, suallarınızı bura yazılı formada yazın, göndərin. Bəzən səsli və ya zəng formasında olan mesajlar da olur ki, bu kimi məsələləri təəssüf ki, cavablandırma imkanımız məhduddur. Ona görə yazın, göndərin ki, hamının sualına vaxt olsun, vaxt çatdırıb cavablandıra bilək. Bir məsələni də sizdən soruşum. Çox tez-tez bu məsələ ilə bağlı da bizə suallar ünvanlanır Leyla xanım. Manato ilə bağlı. Daha doğrusu bu belə desək müəyyən bir milyon aparatlarımı deyək və bu tipli qurğulardan götürülən kreditlər. Bax bu məsələlərdə siz bir mütəxəssis olaraq, hüquqşünas olaraq nə tövsiyə edirsiniz? Adam deyək ki, gedir 300 manat pul götürür. Üstündən 40 gün keçmir, baxır görür yolu 900 manat. Misal üçün mən təxmin edirəm rəqəmləri və şikayətlənir ki, sonra bu qədər faiz mi olar deyə şikayətlənir və bizə sual yazır. Və bu tipli adamlar o qədər çoxdur ki, o qədər bu kimi problemlər var ki. Ümumiyyətlə nəyə diqqət eləməlidirlər? Bizə elektron dedik, keçdi üstündən elə öhdəliyimiz elektron olsa da hər hansı bir saytlar vasitəsilə də bugün kreditlərin verilməsini biz şahidi oluruq. Amma kreditləri əvvəla ilk öncə faiz dərəcəsi banklardan alınmasını tövsiyə edirəm vətəndaşlara və yaxud da digər hər hansı bir qurumlardan da alırlarsa, vətəndaşlara tövsiyə edirəm ki, ilk öncə müqavilə şərtləri ilə tanış olsunlar. Öhdəliyin icrası qaydası ilə, icrası müddəti, geri qaytarılması zamanı hansı qaydada geri qaytarılma şərtləri mütləqdir ki, ya şifahi formada olsa da mütləqdir ki, razılaşdırsınlar və mütləqdir ki, onların arasında hər hansı bir müqavilə bağlanıbdır. Saytla vasitəsilə də olsa da kredit müqaviləsi olmadan tərəflərə gəldim ki, yazılı qaydada əqd olmadan onlara kredit verilmir. Ona görə də tərəflərə, vətəndaşlara diqqətli olmaq istəyirəm. Müqavilə şərtlərini tanış olsunlar. Mütləq müqavilənin hər bəndinə xüsusi fikir versinlər. Faizlər və hesablama qaydası mütləq orada öz əksini tapmalıdır. Əgər tapmayıbsa da vətəndaşlar yəni bir mənalı olaraq həmin müqavilənin etibarsızlığı məsələsini qaldıra bilərlər ki, bu da onların gələcəkdə həmin o öhdəliyin azad olunmasına. Çünki müqavilə bütünlükdə etibarsız sayıla bilər. Əgər o şərtlər nəzərdə tutulmasa, mülki qanunvericilikdə birbaşa nəzərdə tutulub ki, hesablama qaydası, kreditin təyinatı, bütün bunlar hamısı müqavilədə öz əksini tapmalıdır. Bir nüansı soruşum sizdən. Deyək ki, misal üçün şəxs buna diqqət eləməyib və öhdəliyi götürüb, indi də borc yaranıb. Ödəməsə nə baş verə bilər? Bəli, müştəri ödəməsə 90 gündən keçdikdən sonra artıq bankın və hər hansı bir digər kredit təşkilatının müştəridən krediti tələb etmək hüququ yaranır ki, ilk öncə müştəriyə, yəni şifahi ya telefon vasitəsilə ya hər hansı bir digər əlaqə vasitələri ilə müştəriyə bildiriş ünvanlanır və yazılı qaydada müştərinin ünvanına bildirişlər gedir. 30 gün, 60 gün gecikmə zamanı və nəhayət 90 gün gecikmədən sonra müştəri məhkəməyə verilir və işi məhkəmə qaydasında da kreditin tələb olunmasına başlanılır. Əgər hər hansı bir daşınmaz əmlakı, daşınar əmlakı girov qoyubsa, pul vəsaiti, qızıl və digər əmlaklar birinci həmin əmlaklara tutma yönəldilə bilər və yaxud da bankda məsələn pul vəsaitləri girov qoyulubsa, hesabdakı pul vəsaiti cari və ya depozit hesabında fərqi yoxdur. Girov qoyulmuş vəsaitlərinə bankın aksepsiz tutma hüququ yaranır ki, bank bir mənalı olaraq həmin vəsaiti kreditə silə bilər. Dinləyicimizdən gələn sual var. Sizin də suallarınız varsa yeri gəlmişkən yaza bilərsiniz. Dinləyicimiz soruşur ki, mən 2 illik rəsmi müqavilə ilə 6 aydır işləyirəm, işlədirəm. Belə yazıb.
yəqin ki, söhbət restorandan gedir. Restoran sahibi olaraq, restoran sahibi artıq obyekti satıb və mənə 10 gün vaxt verib ki, restoranı boşaldın. Şəxs dediyi kimi 2 illik rəsmi müqavilə ilə götürüb bir obyekti icarəyə, belə anladım, və 6 aydır ki, işlədir. İndi bugün restoranın sahibi obyekti satdığını deyib və deyib ki, 10 gün vaxt verib ki, boşalt. Mən satmışam obyektimi, bunu da kimə istəyəcək indi icarəyə verəcək. Müəyyən məbləğdə də deyir maya qoymuşam bura. Təbii ki, indi içərisini falan düzəltdirib eləyib. Deyir nə almısan, yığışdır çıx. Mən nə edə bilərəm? İlk öncə icarə müqaviləsinə baxmaq lazımdır və icarə müqaviləsi bildiyiniz kimi Azərbaycan Respublikasında icarə müqaviləsi daşınmaz əmlaklarla bağlı olduğuna görə notarial qaydada təsdiq olunur və indi bilmirəm burada tərəflər notarial qaydada təsdiq edib yoxsa yox, icarə müqaviləsinin şərtlərlə tanış olmaq lazımdır. 2 il müddətinədir, amma səhv eləmirəmsə qeyd etdiniz ki, 2 il keçməyib də, düz başa düşdüm. Bəli, 2 ildir 6 aydır işlədirəcəyimi, hələ 2 il iş tamam oldu. Vaxtından əvvəl tələb etmə hüququ var, məsələn, icarəyə verənin və icarəçinin. Bunlar hamısı ilk öncə tərəflər arasında müqavilənin şərtlərinə baxmaq lazımdır ki, vaxtından əvvəl icarəyə verənin tələb etmə hüququ var idimi və yaxud da var idisə də hansı qaydada tələb edə bilər və yaxud da məsələn icarəçi tərəfindən həmin əmlak üzərində əlavə yaxşılaşdırma işləri aparılmışdırsa, tutaq ki, hər hansı bir təmir bərpa işləri görülmüşdürsə, ona çəkilmiş xərclərin əvəzi icarəyə verən tərəfindən geri qaytarılmalıdır. İndi bu ədalətli olan tərəfidir, amma bunlar müqavilədə öz əksini tapmalıdır ki, yəni mən ona görə vətəndaşlara icarə müqaviləsinə daxil olmamışdan qabaq tövsiyə edirəm ki, hər hansı bir vəkil xidmətindən, hüquqi xidmətdən yararlansınlar ki, gələcəkdə bax bu baş vermiş situasiyaları qabaqcadan onlar müqavilədə öz əksini tapmış olsaydı, bu gün vətəndaş heç bir çətinlik çəkməzdi. Hər halda, çünki ola bilər ki, bizim izləyicimizə buradan demək istəyirəm, ola bilər ki, məsələn siz elə müqavilədə özünüz də diqqət etmədən qeyd eləmisiniz ki, tərəflərdən biri istədiyi vaxt misal üçün müqaviləyə xitam verə bilər. Bəli, və yaxud da 10 gün öncədən adətən belə olur. Müqaviləyə 10 gün öncədən tərəflərdən biri digərinə yazılı bildiriş verməklə müqaviləyə xitam vermək hüququ var. Əgər o hüquq varsa, əgər o müqavilədə o bənd ora daxil olunubsa, gələcəkdə artıq hər hansı bir vəkil, ona hər hansı bir hüquq işi xidmətçisi buna bir heç bir məhkəmə kömək edə bilməyəcək. Köməklik göstərə bilməyəcək. Bəli. Ona görə də bax bu cür müqavilələr imzalanarkən müəyyən bir yazılı şəkildə nəyəsə imza atırıqsa, mütləq şəkildə ona diqqət eləməliyik. Bir dinləyicimiz də soruşur ki, deməli, deyir ki, 1 ildir ev almışam, kommunallar adımadır, ödəyirəm, amma heç bir sənədim yoxdur. Məhəllə evidir, yəni məhəllədir, köhnə bir evdir, köhnə bir məhəllədir. Məndən deyir, bələdiyyə kağızı var, kağızını necə əldə edə bilərəm? Mən deyir, bələdiyyə kağızını necə əldə edə bilərəm? Ev isə 15 ilin tikilisi olub, indi mənə satıb gedib. Buyurun. Qeyri-qanuni tikililərdir. Kənd təsərrüfatına aid özü xüsusilə təyinatı da bu formadadır. Əslində, bunlar qeyri-qanuni tikililərə aiddir. Burada biraz çətindir həmin əmlaklar üzərində hər hansı bir mülkiyyət təsdiq edici sənədin alınması. Bu bələdiyyə sənədi belə, mən belə başa düşdüm. Necə əldə edim deyirsə, demək ki, yoxdur artıq. Və bu kimi tikililərin torpağına baxmaq lazımdır. Torpağın təyinatı da dediniz, kənd təsərrüfatı təyinatlıdır, lakin yəni ilk öncə baxmaq qeyri-qanuni tikilidir. Tikililərin də sənədin alınması üçün yəni bir qədər çox çətin olacaq. Çünki torpağın da sənədi olmadığına görə demək olar ki, bəli, çox çətindir. Vəkilə hər hansı bir yenə də müraciət eləsin sənədlərlə bərabər əlində hər hansı bir sənəd varsa da. Sənəd yoxdur və dinləyicimizdən belə başa düşdüm ki, deyir ki, deməli ətrafda da deyir 500-dən çox ev var burada. 1000 də ev ola bilər, amma hamısı da ola bilər ki, eyni sizin kimi bələdiyyə sənədi və yaxud da kənd təsərrüfatı təyinatlı torpaqda olmuş olsun. Bununla bağlı isə bu cür evlərə təəssüf ki, hələ təyinatla bağlı gərək hələ hansısa bir formada təyinat dəyişsin. Mütləqdir ki, nəsə var ki, onun kənd təsərrüfatı təyinatı olmasını vətəndaş bilirsə əgər və yaxud da hər hansı bir nə bilim südçülük, safxoz ola bilər və yaxud da digər hər hansı bir kolxoz, safxoz bu torpaqlar da ola bilər. Bu SSR dövründən adlandırılmış qalıq, dilimizdə qalıq ifadələrdir. Amma yenə də icra hakimiyyəti ilə əmlakın sənədləşməsi işlərinə bağlı məhkəməyə müraciət edib əmlakın sənədləşdirilməsi mümkündür. Yəni hər hansı bir vəkilə yenə deyirəm müraciət eləsin və sənədlərini bərpa eləsin. Dinləyicimiz soruşur ki, deyir, Ali Məhkəmə mənzili oğlumun xeyrinə çıxarıb. Yəni onun xeyrin barədə qərar verib, belə başa düşdüm. 2 uşağı var. Keçmiş gəlinə yaşama hüququ verilə bilərmi?
Bu zaman nəzərə almaq lazımdır ki, gəlin nikah nə vaxt daxil olublar? Yəni bildiyimiz kimi 2009-cu ilə qədər bunlar başqa qanunverici ilə tənzimlənirdi. 2009-cu ildə isə artıq başqa qanunverici ilə mənzil və bəli, mənzil və mülkü məcəllənin tələbləri burada öz artıq qüvvəsini də məsələlər tənzimlənir. Ona görə də baxmaq lazımdır nikahın o bağlanma tarixinə ki, vətəndaşın orada istifadə hüququ varmı, yoxsa yoxmu? Amma kompensasiya, yəni istifadə hüququ da yalnız vətəndaşın yaşamaq hüququ nəzərdə tutula bilər. Keçmiş əgər əmlak, dediyiniz kimi əmlak burada kimin adınadır? Keçmiş yoldaşın adınadır əmlak? Yox, əmlak atadan qalıb ümumiyyətlə, bağışlama yolu, vərəsəlik yolu ilə şəxsə keçib. Heç bölgü də olmayacaq burada. Bağışlama əgər yolu ilə keçibsə, ümumiyyətlə burada digər tərəfin ümumiyyətlə heç yaşamaq hüququ belə, yəni olmaya bilər. Çünki bəli, çünki bağışlama yolu ilə keçibsə, ümumiyyətlə o birgə nikah dövründə əldə olmuş əmlak sayılmır. Vərəsəlik və bağışlama yolu ilə keçmiş əmlaklar, yəni birgə nikah dövründə əldə olmuş əmlaklar hesab olunmur. Və o ki qaldı, amma istifadə hüququ ilə bağlı, istifadə hüququ yenə həmin əmlakda, yenə deyirəm, nikahın bağlanma tarixindən asılı olaraq o istifadə hüququ tanına bilər, amma gəlinin oradan nəsə bir pay tələb eləməsi, kompensasiya tələb edilməsi qeyri-mümkün ümumiyyətlə. Bir dinləyicimiz də soruşur ki, deyir, ərimlə də nikahımız var. Evimə gedə bilmirəm. Evliyəm, hələ də onunla qaynım və ərim qoymur. Necə edə bilərəm? Yəni ki, mən öz evimə gedə bilim, şəxsin ailəsinə nikahı var, amma faktiki münasibətlər o deyil, belə anladım ki, yəni mesajdan belə anlaşılır. Belə olan halda necə edə bilər ki, şəxs öz evinə geçsin və yaxud da ki, bunun bir hüquqi nöqteyi nəzərdən tənzimlənməsi varmı? Aydın məsələdir ki, burada bir ailə mübahisəsi var. İndi övladın olub-olmaması məsələsini vətəndaş vurğulamır orada, amma ailə mübahisəsi varsa da əgər faktiki nikahdadır və o, yəni həmin evdə bilmirəm də qeydiyyatda düşüb, yoxsa qeydiyyatda düşməyib, ata evində qeydiyyatdadır. Bu kimi məsələlər var. İndi vətəndaşın da yaşamaq hüququ, təbii ki, hər hansı bir əmlakda yaşamaq hüququ var və əgər həmin şəxs ərdədirsə də ərinin mənzilində onun yaşamaq hüququ təbii ki istifadə hüququ qalır yəqin ki, böyük ihtimal var. Yəni yaxınlaşsın hər hansı bir vəkil və digər hüquq xidmətlərə və onlara kömək göstərilməlidir. Mütləq vətəndaş öz əmlakına istifadə olunması, istifadə hüququ bərpa olunmalıdır. Çünki burada çox qəribə və maraqlı nüans var ki, işi çox mütləq şəkildə araşdırılmalıdır. Bəli. Çünki işin detalları burada çox önəmlidir. İndi bu şəxsin həm nikahı var, amma həm də evə buraxmırlar. Yəni nikah olduğu halda evə niyə buraxılmasın ki? Yəni ailə münasibətləri faktiki pozulubsa, boşanma niyə olmayıb? Yəni suallar əslində bu sualda çoxdur. Belə bir şey deyim, yəni nikah evə belə deyək, qeydiyyat sənədi deyil əslində. Yəni şəxsin nikahı ola bilər, amma bu evə qeydiyyat sənədi deyil. Və vətəndaş birinci, yəni nikahda olduğu evə qeydiyyata düşübmü? Bunu araşdırmaq lazımdır. Yəni ümumilikdə mən həmin nikahdayam və o evdə mütləq mənim yaşamaq hüququm var, belə bir anlayış yoxdur. Yəni nikah bir icazə deyil ki, şəxsin belə deyək də evə yaşamaq üçün giriş sənədi deyil. Sadəcə olaraq qeydiyyata düşübsə həmin evə, bəli, həmin evdə artıq o şəxs vətəndaşın yaşamaq hüquqları tanınır. Suallarınız varsa bizə ünvanlaya bilərsiniz. Qısaca bir reklam fasiləsi olacaq indi, amma sosial şəbəkədən gələn suallara burada da cavab verməyə cəhd göstərəcəyik. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bu nömrəyə gələn suallardan gələnlər var. Onlara reklam fasiləsindən qayıdan kimi səsləndirəcəm, amma bizə sosial media hesabından Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrinə yazılan suallara elə bu müddət ərzində də, yəni reklam fasiləsində də cavab verməyə çalışacağam. Dinləyicilərimizdən bizə TikToka da gələn suallar var və izləyicilərim o sualları da reklamdan qayıdan kimi cavablandıracağam. Çünki bilirəm ki, bu suallar da müəyyən bir formada reklam fasiləsində eşitmə imkanları olmur dinləyicilərimizin. Amma TikToka gələn sualları cavablandıracağıq. Yurd FM-də Radio Vəkil proqramını dinləyirsiniz. Leyla Vəlişova bugün bizim vəkil qonağımızdır. Radio Vəkil, Yurd FM. Radio Vəkil proqramını dinləyirsiniz. Aparıcınız mən Xəyal Orucoğludur. Vəkil qonağımız Leyla Vəlişovadır. Bugün sizin və bizim suallarımızı cavablandırır. Suallarınız varsa bizə ünvanlaya bilərsiniz. Və dinləyicilərimizdən və izləyicilərimizdən gələn suallar var. Bir sual belədir ki, dinləyicimiz soruşur ki, deyir ki, deməli 45% şəxsə kredit verirlər, deyir, verilən pulun qarşılığında. Bu nə dərəcədə doğrudur və ya ümumiyyətlə bu insafsızlıq deyilmi deyə soruşur. Vətəndaş nə etsin? İmza atmağa məcbur olur, amma bank tərəfindən müəyyən bir güzəşt də olmur təəssüf ki, yəni o faiz məsələsində. Buyurun.
Bəli, faiz şərtləri bunlar ilk öncə vətəndaşla bağlanmış müqavilədə öz əksini tapır və yaxud da hər hansı bir kredit razılaşmasında və ya kredit müqaviləsində bunlar əvvəlcədən razılaşdırılır vətəndaşla. Düzdür, razıyam, 45% və bu gün bazar qiymətinə uyğun olmalıdır vətəndaşlarla bağlanan kreditin şərtləri də aydın məsələdir ki, vətəndaşlar həm milli valyutada, həm də xarici valyutada dollar və digər valyutalarda kredit deməli alırlar və faiz dərəcəsi də müəyyənləşdirilir ki, Mərkəzi Bankın deməli uçot faiz dərəcəsi nəzərə alınmaqla vətəndaşlara faiz müəyyən olunur və bankların faiz dərəcəsinin belə deyək də həddindən artıq olması, həmçinin də kreditin müddətini nəzərə alınmaqla, vətəndaşın gəlirliliyi nəzərə alınmaqla, onun əmək haqqı və s. digər əlavə gəlirləri nəzərə alınmaqla olur və kreditin məbləği nəzərə alınmaqla verilir. Yəni burada faiz şərtləri, müddət, məbləğ kimi şərtlər mütləqdir ki, nəzərə alınır və əvvəlcədən də müqavilə əsasında bağlanılır. Yəni mən belə başa düşdüm ki, dinləyicimiz əslində onu demək istəyir ki, yəni şəxsin ikinci bir alternativi yoxdur. Başa düşdünüz? Yəni ki, bəli. Bank bu şərti qoyub 45-dir. Yəni belədir. Yəni istəyirsən budur, istəməsən də budur. Yəni belə bu mənada deyir ki, insaf bu zaman şəxsin mütləq gəlirli, insaf okey, aydındır bu məsələlər, amma yəni şəxsin gəlirliliyi mütləqdir ki, nəzərə alınır və bəli, ola bilər hansısa bir kreditin faiz dərəcəsi həddindən artıq yüksək ola bilər. Bu şərtlər artıq bazar şərtləri ilə bəli, hətta ağla sığmaz dərəcədə fərqlənə bilir. İndi ki, bu vətəndaşın dediyi kimi, bəli, 45% həddindən artıq çoxdur. Bir dinləyicimiz də soruşur ki, deyir ki, mənzil paylı mülkiyyət iki qardaş arasında adlar çıxarışda var, bunlara ünvan olar deyə soruşur. Bilmədim, tam olaraq ünvan olar deyəndə nəyi nəzərdə tutur? Hər iki qardaşdır. Həmin mənzil paylı mülkiyyət ola bilər. Paylı mülkiyyətdir. Yəqin ki, mənzilin çıxarışı sənədi mütləqdir ki, var. İndi bilmirəm, varsa da əgər orada paylar müəyyən olunur və yəqin ki, ünvanla bağlı o vətəndaş nəsə dəyişiklik eləmək istəyir. Bəli. Bu zaman daşınmaz əmlakı dövlət registrinə müraciət eləyir hər iki payçı və əmlakın ünvanında müvafiq dəyişikliklər və qeydiyyat düzəliş aparıla bilər. Bizim izləyicilərimiz də var, aktiv izləyicilərimiz, xüsusən YouTube-dan hazırda canlı yayımımızı bəyənib paylaşdılar. Təşəkkür edirəm. İradə xanım, sizə minnətdaram və dinləyicilərimizdən gələn suallardan biri belədir ki, deyir, mənim babama məxsus olan mülk erməni işğalı nəticəsində dağıdılıb. Babam məcburi köçkün olmayıb. 1976-cı ildə dünyasını dəyişib. Mən bu mülkü, yəni əlimdə heç bir sənəd yoxdur, varis olaraq adıma rəsmiləşdirə bilərəmmi? Mən bu dağılmış mülkün bərpası üçün hansı orqana müraciət edə bilərəm? Təəssüf ki, burada heç bir sənəd yoxdur vətəndaşın əlində və çox çətindir orada hər hansı bir varis və vərəsəlik ümumiyyətlə açılması məsələsi. Sübut edici digər sənədlər toplaya bilər vətəndaş hər hansı bir foto və digər görüntülər, amma yenə deyirəm, sənədin olmaması əvvəlki mülkiyyətin, yəni mən belə başa düşdüm ki, həmin mülkiyyət hansı ərazidə yerləşir? İşğaldan azad olmuş ərazilərdə də böyük ehtimal ki, Qarabağ ərazisində yerləşir, amma mütləqdir ki, həmin sənədi olmasına əsaslanaraq hər hansı bir varisliklə bağlı məsələ qaldıra bilər. İndiki situasiyada çox çətindir, bəli. Amma sübut etmə öhdəlik məsələsi var. Hər halda məhkəməyə iddiaçının üzərinə düşür, yəni bunlar hamısı. Tövsiyə edərdi ki, bir sözünüzə qüvvət bununla bağlı bir vəkillə məsləhətləşərdi və işi necə hansı formada etmək olur. Düzdür, biz bugün biz çox əslində müəyyən bir formalarda vəkilə müraciət edir. Əslində gələn suallar özü tələb edir ki, bunu deyək. Ki, bu məsələnin işi necə müəyyənləşdirəcək? Bəli, əlavə araşdırma tələb edən məsələlər də mütləq sənədlərə baxılıb, ona əsasında rəy vermək daha doğru olardı. Bir dinləyicimiz yazıb ki, sadəcə ümumi bir sualdır deyə sizə ünvanlayacağım. Bilirəm ki, sahəniz deyil. İl yarımdır deyir, pensiyamı vermirlər. Hara müraciət edə bilərəm deyir. Yəni, hansı quruma müraciət edə bilərəm? Əmək əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu dost xidmət mərkəzləri də var Azərbaycan Respublikasında yaradılmış. Həmin xidmətlərdən istifadə eləyərək və yaxud da oranın çağrı mərkəzinə vətəndaş əlaqə saxlaya bilər. Öz sualını birbaşa ünvanlaya bilər. Aydındır. Suallarınız varsa yaza bilərsiniz. Dinləyicilərimizdən gələn suallar var. Yenə sürücülük vəsiqəsi ilə bağlı dinləyicimiz sual ünvanlayıb. İkinci qrup əlil, sağ əli yoxdur. Sürücülük vəsiqəsi ala bilərmi? Əslində müəyyən bir, xüsusən də
Vətən müharibəsində və ümumiyyətlə Qarabağ savaşlarında əlini, ayağını itirən şəxslər var ki, onların sürücülük vəsiqəsi alır. Onlar hətta avtomobil də idarə edə bilirlər. Amma sizin sürücülük vəsiqəsinin olub-olmaması məsələsini bu bir həkim və rəy məsələsi var burada. Bəli, həkim ekspert tərəfindən yəni mütləq onlara rəy verilməlidir vətəndaşa. Təbii ki, qanunvericilik çərçivəsində tənzimlənir ki, kimlərə sürücülük vəsiqəsi verilə bilər, kimlərə sürücülük vəsiqəsi verilə bilməz. Bunların siyasi qanunvericiliyə nəzərdə tutulmuş qaydada tənzimlənir. Aydındır. Deyir, ev evlilik dövründə alınıb, amma ayrı insanın adına alınıb. Boşanma zamanı qadına həmən evdən pay düşürmü? Ev birgə nikah dövründə alınmış evdir, düz başa düşdümsə və təbii ki, birgə nikah dövründə əldə olunan əmlak qadının və yaxud da kişinin hər ikisindən birinin adına alınmışdırsa, digər tərəfin vərəsəli və hədiyyə adlarına üçüncü bir şəxsin adına alınıb. Deyək ki, misal üçün ər və arvad bir ev alır. Misal üçün evi alırlar, məsələn, əmisinin adına, bəyin əmisinin adına, misal üçün. Heç bir əlaqəsi yoxdur. Əmlak üzərində mülkiyyətə dair sənədlər həmin o üçüncü şəxsin adınadır. Yəni bu halda o evdə qadına faktiki yaşayırsa da, sadəcə yəni orada faktiki hələ ki davam edib yaşaya bilər. Orada hər hansı bir pay tələbindən söhbət gedə bilməz. Bəs yaxşı, qadın bunu isbatlasa məhkəmədə, onda necə? Deyək ki, məhkəmədə iddiaçı tərəf kimi sübut etmə öhdəliyi təbii ki, şəxsin üzərində olacaq. Deyək ki, qadın üzərində. Bunu isbatlasa mümkündürmü? Deyək ki, faktlar qoya bilər, müəyyən bir sənədlər qoya bilər, əsaslandıra bilər. Keçmiş ərinin adına və yaxud da hazır ki, onun ərinin, arvadının adına deyilsə əmlak, yəni burada hansı sübutu təqdim etməsinə asılı olmayaraq, mən heç vətəndaşa əlavə əziyyət çəkməsini tövsiyə eləməzdim. Hansı sübutu verməsinə asılı olmayaraq, bir mənalı olaraq həmin şəxsə pay düşmür əmlakdan. Çünki əmlak onun ərinin, arvadının adına alınmış əmlak deyil. Aydındır. Yaxşı, yəni heç bir şansı yoxdur ki, adam sübut eləsin ki, bunu biz birgə nikah dövründə almışıq, zülüm çəkmişik, məsələn, bankdan kredit götürmüşük buna görə. Misal üçün, bax belə sübutlar təsdiq eləyən sənədlər, ödənişi təsdiq eləyən sənədlər, mədaxil orderləri, məsəl üçün, banka yaxınlaşanda kassa məxaric orderi, mədaxil orderləri, çeklər, qəbzlərdən istifadə oluna bilər. Qəbzlər də burada yəqin ki, həmin şəxsin adınadırsa əgər, bəli, belə olan halda nəsə etmək olar. Hər halda, yəni təbii ki, adam gedib deyək ki, misal üçün bankdan bir 100.000 pul götürübsə və eyni paraleldə də bunu məhkəməyə sübut edir ki, bax burada mən pulu götürdüm, apardım o 100.000-i verdim, amma filan şəxsin adına alındı. Bax bu halda ola bilsin ki, o sübut etmə öhdəliyini yerinə yetirə bilsə, bəli. Kredit götürə bilər, bankdan hansı bir müqavilə bağlaya bilər, həmin tarixdəki, məsələn, evin alındığı tarixlə bunlar da ağlabatan olmalıdır. Məsələn, evin aldığı tarixdə, evin kupçasının alındığı tarixdə bunlar üst-üstə düşməlidir və məhkəmə tərəfindən bunlar qiymətləndirilir. Aydındır. Leyla xanım, təşəkkür edir sizə. Mən təşəkkür edirəm. Əlavələriniz varsa buyurun. Əlavə vətəndaşlara, yəni depozitlərlə bağlı və əmanətlərlə bağlı əlavə eləyə bilərəm ki, bugün yəni qorunan əmanətlər və sığortalanmış əmanətlər müəyyən əmanətlər kateqoriyasında, məsəl üçün milli valyutada 12%, xarici valyutada 2,5%, deməli faizlə yerləşdirilən əmanətlər sığortalanan, qorunan əmanətlərdir. Düz bugün verilən suallar biraz bu əmanət və ipotekadan tamamilə fərqli oldu. Gəlin, çox üzr istəyirəm, mən bir sual verim, onunla da verilişimizi yekunlaşdıraq. Baxın, əksər hallarda siz sırf həm də bir banklardan birinin hüquqşünası olduğunuza görə bu sualı sizdən soruşmağım və ki, cavabını almağım daha məntiqli olar. Şəxslər deyirlər ki, adam ölərsə, onun adına götürdüyü kredit bəs sığortalanmırmı? Bəs o sığortan da nə üçündür? Yəni, misal üçün, onun, nə bilim, övladından, arvadından, varisindən çıxılır bu pul. Bəs onda sığorta nə üçündür? O pul sığortalanmırmı? Bir zəhmət olmasa bir açın. Əslində, bu yeni qaydalarla 2024-cü ildə Mərkəzi Bank tərəfindən yeni qaydalar qəbul olundu ki, bu kredit verilərkən, deməli, borcalanan ölüm halında, yəni həyatın sığortası. Bu, ipoteka kreditlərində bu əvvəldən var idi zaten, həyat sığortalanması məsələsi ilə bağlı. İpoteka kreditlərində bunun vətəndaşlardan tələb olunurdu. Amma Mərkəzi Bank artıq bundan sonra bütün bankların üzərinə öhdəlik qoyur ki, istənilən kreditlər üzrə, yəni borcalanan deməli ölüm halının sığortalanması tələbi artıq bankların üzərinə öhdəlik kimi qoyulmağa başladı. Bu tendensiya yeni yaranır və bu son illərdə demək olar 1-2 ildə tətbiq olmağa başlayır. Təbii ki, burada müəyyən yəni bəzi hallarda meyarlar hələ yeni qiymətləndirilmələr aparılır. Ona görə müəyyən bir
tam hələ inkişaf etmiş səviyyədə deyil. Təəssüflər olsun ki, lakin təbii ki, bu kredit borcalanan ölüm halında onun müəyyən borc öhdəliyi varsa, bu passiv sayılır. Aktiv də onun tutaq ki, miras əmlatıdır və o aktivi qəbul edən vərəsə müvafiq qaydada onun yəni ona mütənasib surətdə aldığı aktivə mütənasib surətdə o passivə görə də öhdəlik daşıyırlar və həmin o vərəsələr yaxınlaşırlar banka hər hansı bir restruksiyasiya sazişi bağlamaqla, əlavə razılaşma bağlamaqla kredit şərtlərini yenidən bir növ öz aralarında razılaşma yolu ilə öhdəlik icrasını təmin edirlər. Baxın, biraz da konkretləşdirirəm. Ümumiyyətlə, deyək ki, məsələn, bugün hansı bir şəxs gəlib bankdan kredit götürür. Belə bir müqavilə öhdəliyi mövcuddurmu ki, məsələn, desin ki, qardaş, mən bu krediti götürürəm, deyək ki, 10.000 və pulumu da sığortalayıram, 10.000-in hamısını da sığortalayıram. Deyək ki, və mən ölsəm bunu heç kimdən tutmayın. Sığorta ödəyəcək. Onu belə deyək, artıq onu o vətəndaş banklarla deyil, birbaşa məsələn sığorta şirkətləri ilə onu razılaşdırır və sığorta şirkəti ilə deməli müqavilə bağlayır və həmin müqavilə deməli. Bəs onu bankın dediyi o hissə nədir? Yaxşı, o bank sizin götürdüyünüz kredit sığortalanır filan. Bax bu ki məsələ o nəyə aiddir? Nə sığortalanır əslində? Əmanətin sığortalanmasından biz bayaq danışdıq. Əslində kreditin sığortalanması. Bəzən olur ki, məsələn, şəxs gedir kredit götürür, vəfat edir, amma yenə də məsələn görürsünüz ki, dinləyicilərimiz, izləyicilərimiz altdan yazırlar ki, axı bəs biz məsələn şəxs götürəndə o sığortalanmaq məsələsi vardı. O nə üçündür? Bəs o pulu qarşılamırmı? Belə başa düşdüm ki, onlar sadəcə olaraq buna aid deyil. Orada kreditdə yox. Kredit müqaviləsində bu şərtlər nəzərdə tutulmamışdır. Yəni sığortalanma və s. Bu yalnız sığorta şirkətlərindən, ümumiyyətlə sığorta fəaliyyəti göstərmək yalnız sığorta şirkətlərindən. Ona görə də tövsiyə oluram ki, sığorta şirkətlərindən müqavilə bağlayırlar. Orada şərtlər fərqli olur artıq. Aydındır. Təşəkkür edirik sizə. Çox sağ olun, minnətdarıq. Gəldiniz. Təşəkkür edirəm, çox sağ olun. Suallarımızı cavablandırdınız. Minnətdarıq. Leyla Vəlişova bugün bizim vəkil qonağımız idi. Bank, öhdəlik və oradan yaranan müəyyən məsuliyyətlə bağlı məsələləri cavablandırırdıq. Hansı suallar bugün cavabsız qaldısa, bir də inşallah bayramdan sonra iyunun 1-də efirdə olacağıq. Sizinlə birlikdə sualları cavablandırmağa çalışacağıq. Gözünüz və qulağınız bizdə olsun. Radio Vəkil proqramını dinləyirdik. Sizinlə mən Xəyal Orucoğlu idi. Hələlik.